Salam, hörmətli abituriyentlər. Bugün biz sizinlə Dövlət İmtahan Mərkəzinin bu il sonuncu keçirilən, belə deyək, imtahanın ikinci qrupdan sualların müzakirəsi haqqında danışacağıq, doğru cavablarla bağlı. Deməli, birinci sualımızda qeyd olunur ki, Qaraqoyunlu dövlətinin Teymurilər dövləti ilə oxşar, Səfəvilər dövləti ilə fərqli cəhətini müəyyən edək. Deməli, nəyə nəzər yetiririk? Qaraqoyunlu dövlətinin Teymurlərlə oxşar olsun, Səfəvlərdə olmasın. Teymurlərdə olsun, Səfəvlərdə olmasın. Osmanlı ilə mübarizə Səfəvlərdə var idi, avtomatik olaraq biri çıxırır. Şirvanşah 1-ci İbrahimlə mübarizə. Səfəvilər heç xronoloji olaraq Şirvanşah 1-ci İbrahimi görə bilməz, mümkünsüzdür. Ona görə 2-ni götürürük. Bayandurlu sülaləsi dedikdə Ağqoyunlular nəzərdə tutulur. Ağqoyunlularla mübarizə Səfəvlərdə mövcuddur. Ona görə 3, yəni Qaraqoyunda da var, Teymurda da var, Səfəvlərdə də var, ortaqdır, götürə bilmərik. Şeybanilərlə mübarizə Səfəvlər və Teymurlər üçün keçərlidir. Yəni Səfəvlərdə mövcuddur. Ona görə 4-ü də götürə bilmərik. Deməli, Uzun Həsənin qoşunlar tərəfindən məğlub edilməsi. Səfəvlər Uzun Həsəni görə bilməz. Yəni xronoloji olaraq mümkünsüzdür. Səfəvlər dövləti yaranıb 1501-də, Uzun Həsən 1478-də yəni dünyasını dəyişibdir. Doğru cavabımız bizim deməli 1, 2 və 3, 5-dir. Yəni C variantıdır. Doğru cavabımız burada C variantıdır. 62-ci sualda göstərilir ki, deməli Fransa krallığı ilə İngiltərə krallığı arasında olan ortaq və fərqli cəhətləri müəyyən edək. Deməli, Böyük Azadlıqlar Xartiyasının imzalanması bu İngiltərə üçün keçərlidir. Səlib yürüşlərində iştirak hər ikisində də var. Azenkur döyüşündə qalib gələn, deməli bu ingilislərdir, Azenkurda qalib gələn. Yüzillik müharibədə iştirak etmək hər ikisi üçün ortaqdır. Jaklar üsyanının baş verməsi, təbii ki, bu Fransa krallığında baş vermiş hadisədir. Jaklar üsyanı Fransada baş vermiş hadisədir. 1-ə Y, 2-yə A və C, 3-ə də B və D variantları gedir. Doğru cavabımız Y variantıdır. 63-cü sualda göstərilir ki, 1-ci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda baş vermiş hadisəni müəyyən edək. Deməli, burada deyir ki, milli hökumətin süqutu bu ümumiyyətlə 1920-ci ilin sentyabrındadır. Pişəvəri hərəkatı 2-ci Dünya müharibəsi illərinə təsadüf edir. 1941-45-ci illərə aidiyyəti yoxdur. Xiyabani rəhbərliyi ilə Azərbaycan ADP-nin, yəni Azərbaycan Dövlət Partiyasının parlamentin fəaliyyətə başlanması, ADP-nin fəaliyyətə başlanması bu 1917-ci ildə. Doğru cavabımız bizim zaten C variantıdır. Milli hökumətin yaranması bu 20-ci ilin yayındadır. 21 Azər hərəkatı ümumiyyətlə deməli, xiyabani hərəkatı hesab edilmir. Ona görə doğru cavabımız bizim burada C variantıdır. Deməli, 64-cü sualda qeyd olunur ki, 1940-cı ilin yazında Alman ordusu Danimarka, sonra isə Norveçi ələ keçirdi. Az sonra isə Hollandiya və Belçikaya təslim oldu. Alman qoşunları Kale limanını ələ keçirərək İngilis, Fransız, Belçika qoşunlarını Dünkerkdə sahilə çıxartdı. Almaniya bu addımı atmaqla Lokarno konfransında üzərinə götürdüyü hansı öhdəliyi pozmuş oldu. Sözgedən Lokarno konfransı 1925-ci ildədir və pozmuş olduğu öhdəlik isə sərhəd toxunulmazlığının təminata alınmasıdır. Doğru cavabımız burada A variantıdır. 65-ci suala baxanda deyir ki, Alman hökmdarı Ulusun və Uvalliyə aid olan ümumi cəhətləri müəyyən edək. Deməli, burada göstərilir ki, hər ikisinin ortaq xüsusiyyəti olmalıdır. Assuriyalı ittifaqın bərpa olunması. Çünki Ulusun özü pozmuşdu, sonra bərpa elədi. Uvallidə də Aşeri pozmuşdu, sonra yenidən bərpa olunmuş oldu. 66-cı sualda Süleyman, hər dəfə qeyd edir ki, Osmanlıda mütləq şəkildə suallar düşür. 1-ci Süleyman dövründə nə baş vermişdir? Bir İspan donanmasının 1541-ci ildə məğlubiyyəti var. Bir 1555-ci ildə Səfəvilərlə sülh müqavilə bağlamaları var. Bir də 1526-cı ildə Muqat döyüşündə döyüşmələr var. Deməli, 66-cı sualda doğru cavabımız 2, 3 və 5-dir. Doğru cavabımız Y variantıdır. 67-ci sualda deyilir ki, Eldəniz hökmdarı Qızıl Arslanın fəaliyyətinə aid deyildir. Təbii ki, burada paytaxtın Həmədan şəhərinə köçürülməsi olacaq. Çünki bu Məhəmməd Cahan Pəhləvan dövründə baş verən hadisədir. Doğru cavabımız B variantıdır. 68-ci sualda qeyd olunur ki, deməli, Paleolit və Mezolit dövrünə aid oxşarlıq xüsusiyyətlər. Bir, istehlak təsərrüfatının mövcud olması olacaq. İstehlak alt paleolitdən günü bu günə qədər mövcuddur. Qadınların cəmiyyətdə mühüm rol oynaması, bir də insanların mağarada yaşaması. 1, 2, 3 doğru cavabımız B variantıdır. 69-cu sualda qeyd olunmuşdur ki, deməli, Şimali Azərbaycanın 19-cu əsrin 40-cı illərində həyata keçirilən sosial-iqtisadi tədbirinə aid deyildir. Burada komendant idarə sisteminin deməli, idarə üsulunun ləğvi olmalıdır. Çünki bu inzibati islahat funksiyası icra edir. Doğru cavabımız A variantıdır.
Deməli, 69-cu sualdır. Deməli, 70-ci suala baxırıq. 70-ci sualda göstərilir ki, 1787-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına əsasən uyğun gələn xüsusiyyəti müəyyən edək. Deməli, qanunverici səlahiyyət icraedici orqan kimi fəaliyyət göstərir. Qanunverici hakimiyyət icra hakimiyyətin işinin yoxlanılma səlahiyyətinə malik idi. Bəli, bu doğrudur. Yuxarı Palatanın Yuxarı Palata Nümayəndələr Palatası adlanır, bu yanlışdır və qanunverici hakimiyyət Konqres adlanırdı, bu da doğrudur. Deməli, daha sonra isə icraedici hakimiyyət prezident tərəfindən həyata keçirilir. Bəli, prezident icra edir, yəni sənədlərə qol çəkir. Məhkəmə səlahiyyəti isə qanunların konstitusiyaya uyğun idarə olunub-olunmadığına nəzarət edir. 70-də bizim doğru cavabımız B variantıdır. Deməli, digər suallarımıza nəzər yetiririk. 71-ci sual. 71-ci sual deməli xəritə sualıdır və bizdə xəritədə burada verilən ərazi Xocavənd ərazisidir. Xocavənd ərazisi ilə bağlı nə deyə bilərik? Onu deyə bilərik ki, məsələn, prezident səs verməyə Xankəndidə getdi, bu yanlışdır. 10 noyabr əsasən də azad olunan ərazilərimizdən deyil, bir antiterror nəticədə, yəni antiterror qədər ərazisində sülhməramlı kontingenti var idi. Bir də Xocavənddə Amazas monastırı Albanlara aid olan abidə mövcuddur. Doğru cavab 3-4, yəni D variantıdır. 72-ci suala baxanda deyir ki, Nadir Şah Əfşarla Qubalı Fətəli xana aid olan ortaq xüsusiyyətləri müəyyən edək. Hər ikisi Rusiya dövləti ilə deməli danışıqlar həyata keçirmişdir, biri birdir. Bir də hər ikisi vergi sahəsində islahatlar keçirmişdir. Doğru cavabımız bizim A variantıdır. 73-cü sualda bu işarələnən ərazi bizim Şəddadilər dövlətinin ərazisidir və Şəddadilər dövləti nə etmişdir? A variantında olan doğru cavabdır. Oğuz Səlcuq türkləri ilə birlikdə ittifaq bağlayaraq Bizans erməni Gürcü feodallarına qarşı mübarizə aparmışdır. Doğru cavabımız burada bizim A variantıdır. 1048 və 1054-cü ildə müqavilələri müşahidə olunur. 74-cü suala baxırıq. 74-cü sualda nə göstərilir? Göstərilir ki, deməli, kəndlərə torpaq verilməsi haqqında qanunun qəbul edilməsinə çalışan Tiberi Qraq nədə günahlandırılırdı? Onda günahlandırırdı ki, Romada padşah olmaq cəhdində. Yəni, belə bir yenidən padşahlığı bərpa eləməkdə günahlandırılırdı. Doğru cavabımız burada bizim Y variantıdır. 75-ci sualımızda nədir? 75-ci sualımızda göstərilir ki, deməli, qədim Misirdə 2-ci Ramzesin hakimiyyəti dövrü üçün səciyyəvidir. Burada Finikiyanın Misirin Atabeli altına düşməsini götürməliyik. İlk dəfə desəydi götürə bilməzdik. Amma ilk deyilsə, bəli, bağlanmış Kadir sülhünə görə, deməli, Finikiya, deməli, Fələstin əraziləri nəzarətə götürülür, Suriyanı da öz aralarında bölüşdürürlər. Doğru cavabımız bizim burada B variantıdır. 76-cı sualımıza baxırıq. 76-cı sualımızda deyilir ki, 20-ci əsrin 50-ci illərində yeni konstitusiya aidiyyatı yoxdur. Çünki Azərbaycan SSR-nin konstitusiyaları 1921, 1937 və 1978-ci illərdədir. Burada doğru cavabımız olmalıdır. Ermənilərin yaşayan Azərbaycanlıların Azərbaycana məcburi köçü, yəni deportasiyadır 48-53-cü illər, biri budur. 60-cı illərə Milli Azərbaycan qərargahlarının, yəni MAQ-ların 62-də yaranmasıdır. Bir də 1966-cı ildə icbari 10 illik təhsilin olmasıdır. Doğru cavabımız burada bizim B variantıdır. 77-ci sualımıza baxırıq. Burada isə deyir ki, Albaniyanın deməli 6-cı əsrin 2-ci yarısı tarixi üçün xarakterikdir. Bizdə burada doğru cavabımız D variantı olmalıdır. Şimal canişinlikliyinə, hətta belə deyirdik, şimal kustaqlığına daxil olması 1-ci Xosrov Şirvanın dövründə. Burada doğru cavabımız bizim D variantıdır. Yerdə qalanları uyğun gəlmir. Deməli, növbəti sualımız bizim, deməli, 76-cı sualımızdır. 76-cı sualımıza nə göstərilir? 76-cı sualımıza göstərilir ki, Azərbaycan Respublikasının, bax, 76-cı sual deyil, əstəğfurullah, 78-ci sualımızda. 78-ci sualımızda göstərilir ki, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin deməli Azərbaycan dövləti ilə münasibətlərinə Azərbaycan Avropa dövlətləri ilə münasibətləri ön plana verilir. Avropada ilk rəsmi səfər zamanı aparılan danışıqlar. İlk rəsmi səfər Fransayadır. Bunu görən kimi artıq başa düşürük ki, söhbət Fransaya getməsindən gedir 93-cü ildə və burada Paris Xaritəsi imzalanmasından gedir və Paris Xaritəsinin əsasən də BMT nizamnaməsi əməl etmişdir. Cavab burada 1-dən 2-dir, o da eləyir.
C variantı, deməli 78-ci sualda. Deməli, növbəti sualımız 79-cu sualdır. Burada isə nə deyir? Deyir ki, Bizans dövlətini, yəni sxemdə verilən dövlətlərlə Bizansın ortaq xüsusiyyəti. Bəzi yoldaşlar burada yanlışlıqla sırf bu dövlətlərə aid olanları götürüblər. Mütləq şəkildə testi oxuyanda şərtlərinə mütləq fikir verməyimiz bizim lazımdır. Əks təqdirdə doğru cavabı ala bilmirik. Deməli, Bizans birinci Göytürklərlə Bizansın ortaq xüsusiyyəti Sasanilərlə mübarizədir. Bu doğrudur. O biri ortaq cəhət isə xalqların böyük köçü vaxtı yaranmalarıdır. Bu da doğrudur. Deməli, Axın dövlətində Hindistana gedib, amma Bizans getməyib. Ona görə bunu götürə bilmərik. Göytürklərlə mübarizə ortaqdır, 4-cü əsr yaranmaları ortaqdır. Albaniyadakı bəli, Rəşidi xəlifələrlə həm Bizans, həm də Albaniya mübarizə aparıb. Burada doğru cavabımız A variantıdır. 80-ci suala baxdığımız zaman burada göstərilir ki, deməli, Almaniya Federativ Respublikasının 20-ci əsrin 50-ci illərinə aiddir. İqtisadi yüksəlişin baş verməsi, yəni Adenauer'un dövrüdür. Alman iqtisadi möcüzəsinin baş verməsi doğru cavabımız Y variantıdır. 81-ci sualda deyir ki, Ərəb xilafəti ilə Böyük Səlcuq dövlətinin tarixinə aid ümumi cəhət. Azərbaycanı özlərinə tabe etmələri, bəli, biri budur. Bir digəri isə xidmət müqabilində iqta torpaq mülkiyyət formasının verilməsidir. Deməli, bir birdir, bir də 4-dür. Doğru cavabımız bizim burada A variantıdır. Bir digər sualımız isə bizim, deməli, yenə xəritə sualımızdır. Deməli, bir bizdə Dərbənddir, 2 bizdə deməli Şamaxıdır, daha sonra 3 Şamaxıdır, 2 bizdə Təbrizdir. Və nəyə fikir veririk? Məhz 13-cü əsrdə baş verməsinə fikir veririk. Səlcuqların aid hadisələrin heç biri 13-cü əsr ola bilməz. Səlcuqların aid hadisələr əsasən 11-ci əsrdə. Ona görə A-nı heç birini götürə bilmərik. Deməli, bu səbəbdən də nəyə fikir veririk? Deməli, 1225-ci Cəlalilər tərəfindən tutuldu. Bu təbii ki, Təbriz şəhəridir və bununla da Hülakülər dövləti, daha doğrusu Eldənizlər dövləti süqut eləmiş oldu. Deməli, 2-də bizdə B variantıdır. Monqolların birinci yürüşü zamanı dağıdılmışdır. Deməli, bu Şamaxı şəhəridir. 3-ə bizdə deməli C variantıdır. Daha sonra Monqollar tərəfindən tutulmaqla Azərbaycan işğalı başa çatdırdı. Bu Dərbənddir, bir D variantıdır. Cəlalilər dövlətinin paytaxtı ümumiyyətlə Cəlalilər 1340-ların 14-cü əsrdə və Bağdad şəhəri oldu ilk dəfə yarananda və doğru cavabımız bizim burada B variantıdır 82-ci sualımızda. Gedirik 83-cü sualımıza, xronoloji ardıcıllıqdır və 83-cü sualımızda deyir ki, Qızıl Ordu dövlətində İslam dini rəsmiləşdirildi. Bu 4-cü əsrdir, 4-cü əsrin əvvəlləridir. Qızıl Ordu xanı Əhməd xanla Moskva knyazlığının yürüşün həyata keçirilməsi bu uğra görüşdü 1480. Qızıl Ordu dövləti ilə Hülakülər arasında mübarizə yarandığı gündən süqutuna qədər bir mübarizə mövcuddur. 1260-cı illərdən götürə bilərik. Təbriz şəhərinin Toxtamış tərəfindən tutulması, Toxtamışın Təbrizə birinci yürüyüşü, bu da deməli 1385-ci ildə olmuşdur. İndi ardıcıllığı düzəndə birinci 3 ilə başlayırıq. Hülakülərin yaranmasından, yəni Hülakülərin Qızıl Ordu arasında mübarizədən, daha sonra İslamın qəbulunu, daha sonra Toxtamışın gəlib Təbrizi tutmasını və ən sonunda 1480 uğra görüşünü götürməliyik. 3, 1, 4, 2 bizim doğru cavabımızdır. 84-cü sualda deyir ki, 1-ci Aleksandr və 1-ci Nikolaya aid olan xüsusiyyətləri müəyyənləşdirək. Fransa ilə hərbi yürüşlər biri birdir, bir digəri isə Qacarlar ilə aparılan müharibə. 1-ci Rus Qacar və 2-ci Rus Qacar. Doğru cavabımız 1 ilə 2-dir. 85-ci sualımızda qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis və Bakı dövrünə aid ümumi cəhətlər müəyyən müddət Milli Şura, bəli, Tiflis zaten yaranında var idi. Bakı dövründə qısa müddət, dekabrın 7-sinə qədər fəaliyyət göstərdi. Biri birdir. Qanunverici orqan kimi parlament, Tiflisdə parlament yoxdur, çünki 7 dekabrdadır parlament. Deməli, qonşu dövlətlərlə hərbi əməkdaşlıqla bağlı razılaşmaların əldə edilməsi 85-ci sualda. Bəli, bu var. Hansı ki, Tiflisdə biz bu razılaşmanı Osmanlı ilə görürük. Bakıda isə Gürcüstanla görürük. Xoyskinin rəhbərliyi altında hökumətin təşkil olunması, deməli, bəli, Fətəxan Xoyskinin rəhbərliyi altında hökumətlər təşkil olundu. 1-ci, 2-ci, 3-cü hökumətlər və burada göstərilir ki, deməli, hökumətin qanunverici səlahiyyətə malik olması, buradakı olan hakimiyyət orqanları icra edici funksiya həyata keçirirdi. Ona görə bizim burada deməli doğru cavabımız 1-dir, 3-dür və daha doğrusu 1-dir, 2-dir və
Ay, niyə deyim mən? 1-dir, qonşu dövlətlərlə 3-dür, bir də Xosni rəhbərlik təşkilatı 1-dir, 3-dür, 4-dür. Doğru cavabımız. Daha sonra nəyə baxırıq? Hansı suala? Baxırıq. 86-cı suala baxmalıyıq. 86-cı sual. 86-cı sualda nə göstərilir? 86-cı sualda göstərilir ki, bir Həsən bəy Rumludur, hansı ki 15-ci əsrdə yaşamış məşhur tarixçidir. Deməli, bu yalnız 16-cı əsr olmalıdır. İskəndər bəy Mürşidi, bəli, 1-ci Abbasın dövründə biri 2-dir. Bir digəri isə Vahiddir. 2-ci Abbasın vəziri idi. Doğru cavab 2-3-dür. Deməli, 87-ci suala baxırıq. 87-ci sualda göstərilir ki, biri Xudabəndədir, bir də 1-ci Abbasdır. Xudabəndə ilə bağlı nə deyə bilərik? Xudabəndə ilə bağlı demək, paytaxtın Qəzvindən İsfahana köçürülməsi bu 1-ci Abbasa aiddir. Çıldır döyüşünün baş verməsi Məhəmməd Xudabəndəyə aiddir. Tüfəngçilərdən ibarət dəstənin formalaşdırılması bu 1-ci Abbasa aiddir. Krımla mübarizə 70-ci illərdə bu Xudavəndəyə aiddir. Bu Portuqallılar tərəfindən, yəni Hörmüzün Səfəvilərin əlindən alınması bu 1-ci İsmayıla aiddir. Bir də B-dir, deməli sonda dövlətin Krım xanının yürüşünə məruz qalması 1578-ci ildə. Bir də B-dir, D-dir, 2-də isə A və C variantları doğru cavablardır. Deməli, burada bizim haqqında danışılan, mənbədə haqqında danışılan xanlığımız Quba xanlığıdır. Quba xanlığı haranı tutub? Ərdəbili tutub. Ərdəbil də 1-dir. Şamaxı xanlıqlarının hücumdan müdafiə etmək üçün mənbədə göstərilən xanlığın Şamaxı xanlığı ilə əldə etdiyi razılığın şərtini müəyyən edək. Deməli, Şamaxını Dağıstanlıların hücumundan müdafiə etmək üçün, yəni Quba xanlığının əldə etdiyi razılıq ondan ibarətdir ki, deməli, Şamaxı hər il Qubaya müəyyən qədər ödənc ödəyəcək və lazım gələrsə hərbi yardım göstərəcəkdir. Azərbaycan cənubunda niyə görə geri çəkildi? 90-cı sualda isə ona görə geri çəkildi ki, Rusiya və digər xanlıqların bundan narazı olması və Rusiyaya ciddi müqavimət göstərə bilməməsidir. Belə yoldaşlar, hər birinizə uğurlar arzu edirəm.